Rəssamlıq elə bir sahədir ki, həm müəllif, həm də izləyici üçün bir hekayə çevrilir. Mən də öz növbəmdə fırçamla bu hekayənin bir parçası olacağam. Rəssam olmağa hazırlaşanlar üçün dərslər mərhələli şəkildə aparılır. Əvvəl forma, sonra işıq və kölgə, ardınca kompozisiya. Müəllimlər deyir ki, əsas məqsəd gənclərdə marağı qorumaq və düzgün istiqamət verməkdir. Fikirlərini, dünya görüşünü hər hansı kətan üzərində və yaxud da ki, heykəldə, yəni incəsənətin müxtəlif sahələrində özünü ifadə eləyir. Yəni rəsmin dilini ortaya qoymaq üçün təkcə hisslər yox, həm də analitik qabiliyyət lazımdır. Xüsusilə də qabiliyyət imtahanlarına hazırlaşanlar bu dərslərdə daha diqqətli olmalıdırlar. Hazırda avqust gipsini çəkirəm, heykəlini çəkirəm. Bu qabiliyyət imtahanında lazım olacaq mənə. İndi üzün quruluşundayam. Hələ ki göz, burun, ağız hissəsini qoymamışam, başını qurmuşam. Bəli, fırçalara, boyalara, rənglərə yaranan maraq gələcək üçün hədəfə çevrilir. Rəsm gənclərin həm diqqətini, həm də dünyaya baxışını dəyişir. Tapşırıq eyni olsa da çəkilən rəsmlər fərqli alınır. Çünki hərənin öz baxış bucağı var. Məncə rəssamlıq hər bir insanın içərisində var. O istər musiqiyə, istər rəssamlığa, hər bir şəxsin içərisində var. Sadəcə qüvvət tapırsan ki, mən bu sahəni istəyirəm. Məndə də elədir. Həvəsim var idi və çox çəkdim, amma indi gəldim ki, fundamentlərə belə boşluq çox qalıb və kubikləri çəkirik, indi çaynik çəkirəm və o şeylə bizə kömək eləyir. Rəsm burada nəticədən çox yol deməkdir. Bu yol gəncləri addım-addım öz arzusuna aparır. Jalə Gözalova, Emin Tağıyev, Teli Səhər.